Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan bərk cismin təzyiqi mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda bizə deyilir ki, hansı halda kərpic süngərə daha çox batıb? İki şəkil verilmişdir. Şəkillərdən açıq-aydın görünür ki, birinci halda kərpic süngərə daha çox batıb. Hər iki halda kərpicin süngərə göstərdiyi təsir qüvvəsi dəyişdimi? Əgər fikir versəz görərsiniz ki, hər iki süngərin ağırlıq qüvvəsi eynidir. Çünki kütlələri eynidir. Ağırlıq qüvvələri bilirik F ağırlıq bərabərdir mg düsturuna hesablanır. Ona görə də mg-yə vursaq 50 Newton alarıq. Ona görə də burada ağırlıq qüvvələrində heç bir dəyişiklik yoxdur. Sonra bizdən soruşulur ki, süngərə təsir edən qüvvə səthin sahəsindən necə asılıdır? Fikir versiz sahələr arasında müəyyən fərqlər var. Birinci şəkildə sahə 50 kvadrat santimetrdir. İkinci şəkildə isə 100 kvadrat santimetrdir. Belə çıxır ki, sahə artdıqca yerə nüfuz etməsi, yerə daha çox batması, yəni süngərə daha çox batması azalır. Yəni burada sahədən də asıllıq var. Yəni harda sahə böyükdürsə, o yerə daha çox, yəni süngərə daha çox az batır, daha az batır. İkinci şəklə baxaq. İkinci slaydda bizdə müxtəlif kəlbətinlər verilib. Deyilir ki, metal naqili əymək, kəsmək üçün şəkildəki kimi kəlbətinlərdən istifadə etmək olar. Hansı kəlbətin naqili kəsmək üçün nəzərdə tutulur? Ümumiyyətlə, kəsmək üçün istifadə olunan cihazlara fikir versək, görərik ki, onların ucları daha çox iti olur. Yəni, daha nazik olur. Və biz şəkildə baxsaq, görərik ki, ikinci kəlbətində ucu daha nazikdir və o kəsmək üçün daha çox uyğundur. Kəlbətinlər arasındakı hansı fərqlər onların müxtəlif məqsədlər üçün istifadə olunmasına imkan verir? Yəni, biz onların uc hissəsinə baxmalıyıq. Əgər uc hissəsi harada ki, çox itidir, nazikdir, yəni sahə harada azdır, biz deyə bilərik ki, o daha çox kəsmək üçün, daha çox bu işlər üçün nəzərdə tutulub. Amma əgər sahə böyük olduğu üçün biz burada deyə bilərik ki, bu zaman biz metal naqili əymək üçün istifadə oluna bilərik. Yəni, birinci kəlbətində sahə böyükdür, ona görə biz metal naqili əymək üçün istifadə edə bilərik. İkinci kəlbətində isə sahə kiçikdir, yəni ucu daha çox itidir. Biz bu zaman bu kəlbətindən metal naqili kəsmək üçün istifadə edə bilərik. Gəlin bu öyrəndiklərimizi düstur şəklində ifadə edək. Ümumiyyətlə, səthə perpendikulyar istiqamətə təsir edən təzyiq qüvvəsinin bu səthin sahəsinə olan nisbətə təzyiq adlanır. Yəni, biz qüvvəni sahəyə böldüyümüz zaman təzyiqi almış oluruq. Bu bizim üçün yeni bir kəmiyyətdir. Təzyiq P hərfinə işarə olunur. F bölünsün S düsturuna hesablanır. Bu düstur adətən bərk cisimlərdə ödənilir. Düstura fikir versək, bir sıra kəmiyyətlər verilmişdir. Bu kəmiyyətlərin əksəriyyətini biz tanış olmuşuq. Məsəl üçün, F səthə göstərilən qüvvədir. Bilirik, qüvvə vektorial kəmiyyətdir. Vahidi Newtondur, cihazı dinamometrdir. S isə bərk cismin səthinin sahəsidir. O skalyar kəmiyyətdir. Vahidi beynəlxalq sistemdə vahidlərlə ifadəsi kvadrat metrdir. Cihazı isə yoxdur. Yeni kəmiyyət olaraq biz təzyiq anlayışını tanış oluruq. Təzyiq vektorial kəmiyyətdir. Təzyiq anlayışını ilk dəfə Paskal tərəfindən gətirilmişdir. Ona görə də təzyiqin vahidi 1 Paskala bərabərdir. Vahid olaraq biz necə qüvvəni Newton götürmüşdüksə, burada təzyiqi də alimin adına uyğun olaraq Paskala bərabər götürürük. Əgər biz təzyiqi əsas vahidlərlə ifadə etsək, yəni biraz da Paskalı açılmış formada yazsaq, belə yazardıq ki, P bərabərdir F bölünsün S-dir. F-in yerinə Newton yazarıq, sahənin yerinə metrin kvadratı yazsaq, bu zaman 1 Paskala bərabər ola bilər. Yəni biz məsələ həllərində bəzən Paskal, bəzən Newton bölünsün metr kvadratı şəklində də görə bilərik. Həmçinin təzyiqin digər vahidlərindən də istifadə olunur. Kilopaskal, hektapaskal. Kilo sözünün mənası 1000 deməkdir, 1000 paskal. Hekta sözünün mənası isə 100-ə bərabərdir, 100 paskal şəklində yazmaq olar. Bərk cismin təzyiqini isə manometr adlanan cihazına ölçürlər. Yəni bu cihazın vasitəsilə biz bərk cisimlərin təzyiqini müəyyənləşdirə bilərik. İndi baxaq hər bir kəmiyyətlər arasındakı asıllığa. Düsturdan görünür ki, təzyiq sahə ilə tərs mütənasibdir. Yəni, sahə artdıqca təzyiq azalır. Ona görə də qrafikimiz hiperbola olacaq. PS-dən aşağıdakı şəkildə qrafik formada təyin olunacaq. Biz bu qrafikə baxan kimi bilməliyik ki, burada P ilə S arasında tərs mütənasiblik mövcuddur.
İkinci halda biz təzyiqi qüvvə ilə baxırıq. Təzyiq qüvvə ilə düz mütənasibdir. O deməkdir ki, qüvvə artdıqca təzyiq artır və yaxud qüvvə azaldıqca təzyiq azalır. Və bu zaman qrafik koordinat başlanğıcından keçən düz xəttə bərabərdir. Ümumiyyətlə, bərk cisimlərdə atom molekullar çox sıx yerləşir, çox nizamlı formada yerləşirlər. Biz bunu əvvəlki dərslərdə də keçmişik. Əgər onlara təzyiq göstərilərsə, bu təzyiq bir zərrəcikdən digərinə doğru bir istiqamətdə ötürüləcək. Yəni, əvvəlcə bir zərrəcik, sonra digərlərinə bərabər şəkildə ötürülür. Onlar yalnız müəyyən nöqtə ətrafında vibrasiya hərəkətləri edirlər, yəni rəqsi hərəkət edirlər. Yəni, fikir versəz onların hərəkətlərinə, onlar hər bir zərrəcik müəyyən bir nöqtə ətrafında rəqsi hərəkət edirlər. Bu slaydda isə sizə təzyiqin kəmiyyəti, işarəsi, düsturu, vahidi cihazı formasında verilmişdir. Bunu siz məsələ həllində istifadə etməlisiniz və bunu dəftərinizdə qeyd edib, lazım olduqda sizə daha rahat istifadə etməyinizə kömək edə bilər. Bayaq dediyimiz kimi, naqili kəsmək üçün istifadə olunan kəlbətinin ağız hissəsi adətən iti olur, amma əymək üçün istifadə olunan kəlbətinin ağız hissəsi biraz yastıdır, yəni sahə baxımından böyükdür. Ona görə də onlar arasında müəyyən qədər fərqlər vardır. Eyni həmin bu şəkillərdə də görə bilərsiniz. Qayçılarda da təzyiq anlayışından geniş istifadə olunur. Yəni, müxtəlif qayçılar vardır. Əgər qayçının ucu nə qədər itidirsə, nə qədər sahəsi azdırsa, bu zaman həmin qayçının təzyiqi böyük olur. Amma sahə kiçik olduqca təzyiq böyük olur. Sahə kiçik olanda təzyiq böyük olur, amma sahə böyük olanda kiçik təzyiqdən istifadə olunur. Məsələn, birinci şəkildə bizdə qayçı kağızı kəsmək üçündür. Bunun ucuna baxsaz, sahəsi böyükdür. Ona görə də orada kiçik təzyiq tələb olunur. Amma əgər metal qayçıdan söhbət gedirsə, metalı kəsmək üçün qayçıdan istifadə ediriksə, bu zaman onun sahəsi kiçik olmalıdır ki, bu böyük təzyiqlə həmin metalı kəsə bilsin. Bilirik ki, insan enli xizəkdə hərəkət etdikdə qara az batır, amma öz başına hərəkət edəndə qar üzərində daha çox batır. Onu göstərir ki, enli xizəyin adi insanın ayaqlarına nəzərən sahəsi böyükdür. Sahə böyük olduqca təzyiq az olur və biz bu zaman yerə daha az şəkildə təzyiq göstəririk. Sonra digər slaydda, məsəl üçün, qar çəkmələrindən də istifadə olunur. Qar çəkmələri geyinən insan asanlıqla qar üzərində hərəkət edə bilir. Buna səbəb çəkmənin adi çəkmələrə nəzərən böyük sahəyə malik olmasıdır və nəticədə az təzyiq göstərməsidir. Traktor minik avtomobilinə nəzərən qumlu, palçıqlı yolda daha rahat hərəkət edir. Çünki traktorun təkərlərinə baxsaz, ona görə bilərsiniz ki, orada sahə daha böyükdür. Sahə böyük olduqca təzyiq də az olur və bu qumlu və palçıqlı yollarda daha rahatlıqla hərəkət edə bilir. Diktaban ayaqqabıya baxsaq, o qumlu yolda adi ayaqqabının nəzərən çox təzyiq göstərir. Çünki onun sahəsi azdır. Sahə az olduqca təzyiq böyük olur və ona görə də o qumlu yolda daha çox batır. Şəkildə iti uclu bıçaq və küt uclu bıçağa nəzərən daha çox təzyiq göstərir. Təbii ki, iti uclu olanda o kəsmə qabiliyyəti daha güclü olur və ona görə də orada təzyiq daha böyük olur. Amma küt olanda bıçaq, orada sahə nisbətən böyük olur. Nisbətən böyük olduğu zaman təzyiq az olur. Təzyiq az olanda o daha çox bizim məqsədimizə yararlı olmur. Və ona görə də buralar arasında fərq sahələrin fərqidir. Yəni, iti uclu bıçağın sahəsi, küt uclu bıçağa nəzərən daha kiçikdir. Həmçinin müxtəlif istifadə etdiyimiz bıçaqlara da nəzər yetirsək, görərik ki, iti uclu bıçaq daha çox sahəsi kiçikdir, amma küt uclu bıçağın isə sahəsi daha böyükdür. Ona görə də onu kəsmək çox çətindir. Ona görə də istifadə edərkən biz bıçaqların kəsən hissələrinə fikir verməliyik. Sahəsi kiçik olanda daha çox böyük təzyiq göstərə bilir. Şəkildə iynə insan barmağına nəzərən daha çox təzyiq göstərir. Səbəb ondan ibarətdir ki, əgər biz iynəni insan barmağı ilə müqayisə etsək, görə bilərik ki, iynənin ucu daha kiçikdir.
ucu kiçik olduğuna görə, yəni insanın barmağı sahəsi daha böyükdür, amma iynənin ucunun sahəsi kiçikdir. Sahə kiçik olduğu təzyiq daha böyük olur. Ona görə də iynə vasitəsilə insana daha böyük təzyiq göstərə bilirik. Həmçinin karandaşa fikir versək, karandaşın ön tərəfini, arxa tərəfini nəzərə yetirsək, görərik ki, ön tərəfinin sahəsi daha kiçikdir. Kiçik olduğuna görə o daha böyük təzyiq göstərir və biz bu təzyiqi barmağımızda hiss edə bilirik. Yəni iki barmağımızla biz karandaşı tutsaq, görərik ki, uc hissəsində biz onun təzyiqini daha çox hiss edirik, nəinki arxa hissəsində. Çünki uc hissəsində sahə daha kiçikdir, təzyiq də daha böyükdür. Əgər kimsə çoxlu mismarların üzərində uzansa, onun çəkisi mismarlar üzərində bərabər paylanacaq. Ona görə də deyə bilərik ki, burada təzyiq azdır. Çünki sahə böyükdür, təzyiq azdır və bu zaman həmin şəxs heç bir ağrı hiss etməyəcək. Mismarların baş hissəsi qüvvənin təsiri ilə əzilməsin deyə enli, uc hissəsi isə taxtaya asanlıqla batması üçün iti olur. Yəni bu xüsusi formada hazırlanır ki, bizim məqsədimizə yararlı olsun. Çünki uc hissəsində bizə məqsədimiz odur ki, uc hissəsi hər hansı bir cismə, taxtaya və ya hər hansı bir cismə daxil ola bilsin. Amma yuxarı hissəsi, baş hissəsi bizə lazımdır ki, orada müəyyən qüvvə təsiri ilə hərəkət edə bilsin və ona görə də baş hissəsi qüvvənin təsiri ilə əzilməsin deyə daha enlidir uc hissəsinə nəzərən. Və ona görə də biz deyə bilərik ki, sahə böyük olan yerdə təzyiq kiçikdir, sahə kiçik olan yerdə təzyiq isə böyükdür. Su quşlarını nəzərə yetirsək, görərik ki, onların geniş ayaqlara sahibdir və bu da təzyiqi azaldır və yumşaq yerdə batmadan asanlıqla hərəkət etməsinə imkan verir. Onlar adətən qumlu yol, palçıqlı yollarda rahatlıqla hərəkət edə bilirlər. Və ona görə də deyə bilərik ki, quşlarda ayaqlarının sahəsi böyükdür, təzyiqi kiçikdir. Həmçinin fikir versək, dəvənin pəncəsi ilə atın pəncəsini müqayisə etsək, görə bilərik ki, dəvənin pəncəsi daha böyük sahəyə malikdir. Ona görə də o adətən səhralıq yerlərdə daha rahat hərəkət edir və bu zaman o kiçik təzyiqə malik olur. Amma atın pəncəsi kiçik sahəyə malikdir və orada böyük təzyiq göstərə bilər. Çünki onun getdiyi yollar qumlu deyil, daha düz yollardan ibarətdir. Amma dəvənin getdiyi yol adətən səhralıq yollardan ibarət olur. Ona görə də onun ayaq hissəsi daha böyük sahəyə malik olur və kiçik təzyiqə malik. Və ona görə də ayaqlarının sahəsinin böyük olması dəvələri quma batmadan hərəkət etməsinə imkan verir. Buna görə də onlara bəzən səhra gəmiləri də deyilir. Həmçinin velosipedlər vardır, xüsusi hazırlanmış. Palçıqlı yolda hərəkət etmək üçün yararlı olduğuna görə digərləri adi yolcu nəzərdə tutulmuşdur. Palçıqlı yolda hərəkət edən velosipedlərin təkərləri digərlərə nisbətən geniş sahəyə malik olduğundan batmadan, yerə çox təzyiq göstərmədən asanlıqla hərəkət edə bilirlər. Ona görə də biz burada təkərlərə fikir versək, təkərinin sahəsi böyük olanı kiçik təzyiqə malikdir, təkərinin sahəsi kiçik olansa böyük təzyiqə malikdir. Qumlu və ya palçıqlı yolda yerimək çox çətindir. Bunu biz özümüz də görmüşük. Buna səbəb isə az sahə ilə yerə daha çox təzyiq göstərməyimizdir. Yəni bizim ayaqlarımızın sahəsi az olduğundan daha çox yerə təzyiq göstərə bilirik. Məsəl üçün bataqlıqlar isə su və torpaq qarışığıdır. Əgər biz onun üstündə dayansaq batacağıq. Çünki qum dənəcikləri arasında su sürtünmə qüvvəsini azaldır. Bizim çəkimiz qum dənəciklərini quru torpağa nəzərən asanlıqla itələyib kənarlaşdırır. Əgər kimsə bataqlıqda ilişib qalırsa, dərinə batmağının qarşısını almaq üçün dərhal uzanmalıdır. Çünki uzanan zaman onun təzyiqi azalır, çünki sahə artdığından və əziyyət çəkmədən üzüb xilas ola bilər buradan. Yəni, nə qədər çox içərisində hərəkət etsə, bu zaman daha çox batmaq olacaq. Ağac qabının altındakı həşəratlarla qidalanan ağac dələninin dimdiyinin ucu itidir. Bunun sayəsində ağac dələn qabığa güclü zərbələr endirərək onu deşə bilir. Belə bir sual verilir, nə üçün dəmir yolu reysləri beton bloklar üzərində qurulur? Fikir versək, biz bunu
gündəlik həyatda müşahidə etmişik. Dəmir yol reysləri beton bloklar üzərində ona görə qurulur ki, üzərindən keçən qatarın ağırlığı geniş sahədə paylansın. Yəni sahə böyük olduqca təzyiq az olsun və reyslər torpağa batmasın. Belə bir təcrübə verilib, fəaliyyət verilib. Bizə soruşulur ki, kərpic verilib bizə və süngər verilib. Bir dəfə kərpici A vəziyyətində qoyuruq, bir dəfə B vəziyyətində qoyuruq. Və bizdən soruşulur ki, hansı halda süngər formasını hansı halda daha çox dəyişdi? A vəziyyətində qoya bilərik, B vəziyyətində. Yəqin ki, nəzərdə tuturuq ki, əgər sahələr dəyişilibsə, əgər sahələr dəyişirsə, bizdə B halında sahə A halından daha böyükdür. Böyük olduğuna görə bu zaman sahə böyük olduğu halda təzyiq az olacaq. İndi deyir ki, perpendikulyar təsir edən qüvvələr bərabər yoxsa fərqlidir. Əgər eyni kərpicdən söhbət gedirsə, burada qüvvələr dəyişikliyi baş vermir, qüvvələr bir-birinə bərabər olur. Lakin sahə fərqi olduğundan təzyiqlər arasında da fərq olur. Deyə bilərik ki, birinci halda təzyiq daha böyük olur. Gəlin bunu bir daha şəkildə aydın görək. Əgər biz kərpici şaquli vəziyyətdə, bir də üfüqi vəziyyətdə qoya bilərik. Birinci halda şaquli vəziyyətdə qoyduğumuz zaman sahə azdır. Sahə az olduğundan təzyiq böyük olur. Ona görə də o süngərə daha çox batır. Amma ikinci halda sahə böyük olduğundan, sahə böyük olan zaman təzyiq kiçik olur, o süngərə daha az batır. Bunun səbəbi odur ki, təzyiqlə sahə arasında tərs mütənasiblik mövcuddur. Birinci məsələdə bizə deyilir ki, mismarın hər iki ucuna düşən təzyiqi hesablayın. Gəlin hesablayaq. Əvvəlcə verilənləri yazaq. Verilənləri yazsaq bizə görürük ki, qüvvələr verilib. Həm uc hissəsində, həm baş hissəsində qüvvələr verilib. Qüvvələri olduğu kimi yazırıq. Və qüvvələrin yazarkən orada heç bir hesablama aparmırıq. Çünki ki, əsas vahidlərlə verilib. F1 bərabərdir 20 Newton. F2 bərabərdir 20 Newton. Fikir versiniz, qüvvələrdə dəyişiklik yoxdur. Qüvvələr bərabərdir. Sahələrə baxsaq, bizə sahələr kvadrat santimetrinə verilib. Biz bunu əsas vahidlərlə ifadə etməliyik. Biz bilirik ki, 1 metr 100 santimetrdir. Onda 1 kvadrat santimetr 10 üstü mənfi 4 kvadrat metr olacaq. Bunu yaza bilərik. 1 vurulsun 10 üstü mənfi 4 kvadrat metr. Eskini isə yaza bilərik ki, 0,1 vurulsun 10 üstü mənfi 4 kvadrat metr. İndi gəlin hesablamanı aparaq. Yəni hər bir halda təzyiqi tapmalıyıq. Yəni biz burada P1-i və P2-ni hesablamalıyıq. P1-i yazsaq, bilirik təzyiq F bölünsün S-dir. Yəni F1-i S1-ə bölməliyik. Bölən zaman, yəni 20-ni biz bölməliyik 10 üstü mənfi 4-ə. Bu zaman bizdə cavab eləcək 2 vurulsun 10 üstü 5. Paskal. Çünki vahidi, əsas vahidi paskaldır. P2 üçün hesablayaq. Yəni F2-ni S2-yə bölürük. Bu zaman 20-ni bölürük 0,1 vurulsun 10 üstü mənfi 4. Bilirik 0,1 elə bil ki, bizdə 10 üstü mənfi 1-dir. 10 üstü mənfi 1, 10 üstü mənfi 4 eləyəcək 10 üstü mənfi 5. Yuxarı qalxanda eləyəcək 2 vurulsun 10 üstü 6 paskal. Beləliklə biz bu məsələdə mismarın hər iki ucuna düşən təzyiqi hesabladıq. Təzyiqi hesablayarkən mütləq diqqət yetirməliyik vahidlərin çevrilməsinə. Əgər vahidlər əsas vahidlərlə verilməyibsə, biz onları mütləq şəkildə əsas vahidlərə çevirib, sonra düsturda qoyub adi qaydada hesablama aparmalıyıq. Keçək digər məsələyə. Digər məsələdə bizə şəkildə təsvir edən kərpiclərin masaya göstərdiyi təzyiqlər arasındakı münasibəti soruşur. Yəni biz burada təzyiqləri müqayisə etməliyik. Şəkillərə fikir versək görərik ki, hər üç halda burada qüvvələr bərabərdir. Çünki baxın, burada kərpiclər eyni qədərdir, eyni saydadır. Yəni burada qüvvələr dəyişikliyi baş vermir. Yəni hər üç halda bizdə qüvvələr bərabərdir. Yəni F1 bərabərdir F2-yə, o da bərabərdir F3-ə. Sahələrdə isə dəyişikliyə baxsaq, sahələr də əslində bərabərdir. Çünki hər üçünün səthə göstərdiyi sahələr dəyişikliyi olmur. Yəni sahələr də burada bərabər götürülür.
Əgər biz bilirik ki, təzyiqlər F bölünsün S-dir, yəni bizdə həm qüvvələr, həm sahələr bərabərdir. Ona görə də deyə bilərik ki, burada təzyiqlər də bərabər olacaq. Çünki hər üçündə həm təzyiqlər, həm qüvvələr, həm də sahələr bərabər oldu. Ona görə də təzyiqlərdə də heç bir dəyişiklik baş vermir. Keçək digər məsələyə. Bu halda isə biz fikir versək, yenə də bizdən təzyiqlərin müqayisəsini bizdən soruşur. Yenə də əvvəlcə qüvvələrə baxaq. Görərik ki, yenə də qüvvələrdə dəyişiklik baş vermir. Çünki eyni qədər kərpicdən istifadə olunub. Ona görə də yazsaq, yaza bilərik ki, F1, F2, F3. Yəni qüvvələr bərabərdir. Amma sahələrə baxsaq, sahələrdə görərik ki, ikincinin sahəsi digərlərinin sahələrindən böyükdür. Yəni burada S2 böyükdür. S1 ilə S3 isə sahə baxımından bərabərdir. Amma təzyiqləri müqayisə etsək, təzyiqləri müqayisə edərkən biz bilirik ki, təzyiqlə sahə tərs mütənasibdir. Yəni həmin bərabərliyi biz tərsinə götürməliyik. Yəni P2 kiçikdir P1 və P3-ün bərabərliyindən. Yəni burada P1 ilə 3 bərabər olacaq. Onun təzyiqi ikincinin təzyiqindən böyük olacaq. Bu şəkildə axtarsaq, baxaq görək hansı variant düzgün gəlir. Bu zaman görərik ki, burada A variantı doğru variant hesab olunur. Keçək digər məsələyə. Digər məsələdə yenə də bizdə şəkildə kərpicin şaquli və üfüqi vəziyyətdə göstərilən təzyiqi hesablamağımız tələb olunur. Yəni verilənləri qeyd edək. Birinci halda biz fikir versəz görərsiniz ki, burada kütlələrdə dəyişiklik olmur. Yəni hər ikisinin kütləsi eynidir. Yəni yaza bilərik M1 bərabərdir M2. O da bərabərdir 5 kiloqram. Amma sahələr arasında fərqlər var. Sahəni yazsaq S1 bərabərdir 50 kvadrat santimetri yaza bilərik. 50 vurulsun 10 üstü mənfi 4 metrin kvadratı. Amma S2-ni yazsaq yaza bilərik ki 100 vurulsun 10 üstü mənfi 4 kvadrat metr. Həll hissəsində bizə təzyiqləri soruşur. Yəni P1 ilə P2-ni soruşur. Biz bilirik ki, P F bölünsün S-dir. P-ni yenə biz ağırlıq qüvvəsini yaza bilərik. mg bölünsün S. İndi ayrı-ayrıqda hesablayaq. P1 üçün hesablasaq. P1 üçün hesablayaq. P1 bərabərdir. mg-yə vursaq, yuxarıda yazırıq 50. S1-ni yerinə edib 50 vurulsun 10 üstü mənfi 4 yazaq. Yuxarı qalxanda müsbət 10 üstü 4 paskal alınır. İkinci halda P2-ni hesablayaq. Bu zaman yenə də 50-ni 100 vurulsun 10 üstü mənfi 4-ə vururuq. Bu zaman aldığımız cavab bizdə 10 üstü 4 bölünsün 2. 10 üstü 4'ü də 2'yə böləndə 5000 paskal alırıq. Deməli biz bu məsələdə sizinlə ayrı-ayrıqda təzyiqləri hesabladıq. Təzyiqləri hesablayarkən biz bildiyimiz P bərabərdir F bölünsün S düsturundan istifadə etdik. Sadəcə burada bizə F'lər verilmədiyindən biz onu açdıq. mg şəklində açdıq və mg bölünsün S formasında yazdıq. Sonra adi hesablama kimi adi hesablama formasında gətirib qiymətlərini yerinə qoyub hər bir təzyiqi hesabladıq. Keçək digər məsələ. Digər məsələ şifahidir. Bizdən soruşulur ki, iki adam yeri müxtəlif formalı bellə qazır. Onlardan hansının bu işi asanlıqla yerinə yetirər? Nə üçün? Fikir versiniz bellərə birinci hala baxaq. Bir də ikinci halda. İkinci halda bilirik ki, təzyiq burada çox olacaq. Çünki ikinci halda sahə böyükdür. İkinci halda sahə kiçikdir. Şəkildən görə bilərik ki, ikinci halda sahə kiçikdir. Yəni onda belə çıxır ki, birincinin sahəsi böyükdür. Biz bilirik ki, sahə ilə təzyiq arasında tərs mütənasiblik mövcuddur. Ona görə də bizdə P2 böyük olacaq P1-dən. Yəni belə çıxır ki, ikinci halda
İkinci halda adam həmin işi daha asanlıqla görəcək, çünki burada təzyiq daha böyük olur. Digər məsələyə baxaq. Məsələdə verilir ki, Nicat əvvəlcə iki eyni kərpicdən birini süngərin, daha sonra isə ikinci kərpici birinci kərpicin üzərinə şəkildəki kimi yerləşdirilir. Bizdən soruşulur, ikinci kərpic birincinin üzərinə yerləşdirdikdə süngərə təsir edən qüvvə və süngərin səthinə edilən təzyiq necə dəyişir? Əgər biz görürüksə, birinci halda yalnız bir süngərdən istifadə olunub, amma ikinci halda iki süngərdən istifadə olunub. Burada görə bilərik ki, burada artıq qüvvələr dəyişikliyi baş verdi, çünki ağırlığı dəyişdi. Qüvvələr burada 2 dəfə artdı, çünki 2 dənə cisimlə eyni kərpicdən söhbət gedirsə, burada qüvvə baxımından 2 dəfə dəyişiklik olur. Əgər biz bunu yazsaq, bu şəkildə yazarıq ki, bizdə qüvvə 2 dəfə artdı, çünki ağırlığı 2 dəfə artmış oldu. Təzyiqdə necə dəyişiklik olacaq? Təzyiq bilirik ki, qüvvə ilə düz mütənasibdir. Şəklə diqqət yetirsəz görərsiniz ki, sahədə dəyişiklik olmayıb, sahələr bərabərdir. Yəni, hər iki halda sahələr bir-birinə bərabərdir. Biz təzyiqləri qüvvələrə görə müqayisə edəcəyik. Yəni, biz görürük ki, qüvvələr 2 dəfə artdı, yəni qüvvənin dəyişikliyi baş verdi. Təzyiq də 2 dəfə artmış olacaq. Çünki bilirik ki, qüvvə ilə təzyiq düz mütənasibdir. Ona görə də yaza bilərik ki, P2 bərabərdir 2P1, yəni 2 dəfə artmış oldu. Keçək digər məsələyə. Digər məsələdə bizə deyilir ki, ikinci kərpic birincinin üzərinə şaquli deyil, üfüqi yerləşdirilir. Bu zaman təzyiq necə dəyişər? Baxsaq görərik ki, bizdə yenə də sahələrdə dəyişiklik olmayıb. Çünki yerə toxunan, yerlə təmasda olan sahələr bərabərdir. Yəni S1 ilə S2 bərabərdir. Lakin qüvvələrdə dəyişiklik olub. Qüvvələr baxımından ikinci halda qüvvə birinci haldakindən 2 dəfə böyük olacaq. Çünki 2 eyni kərpicdən söhbət gedirsə. Ona görə də təzyiq də qüvvə ilə düz mütənasib olduğundan biz deyə bilərik ki, burada da P2 2P1 şəklində yazılır. Yəni biz burada görə bilərik ki, qüvvə ilə təzyiq düz mütənasibdir. Ona görə də qüvvədə necə dəyişiklik baş verirsə, eyni ilə təzyiqdə də eyni cür dəyişiklik baş verəcək. Keçək digər məsələyə. Məsələdə deyilir ki, elastik yaya bağlanmış 1 kiloqram kütləli metal blok maye daxilində sükunətdədir. Ona 2 Newton elastiklik qüvvəsi, 4 Newton Arximed qüvvəsi və ağırlıq qüvvəsi təsir edir. Qüvvə diaqramını çəkərkən blok tərəfindən təsir edən qüvvəni və təzyiqi hesablayın. Blokun oturacağının sahəsi 25 kvadrat santimetr. Gəlin əvvəlcə verilənləri yazaq. Bizə kütlə verilib. Yazaq M bərabərdir 1 kiloqram. Elastiklik qüvvəsi verilib. F elastik 2 Newton. Arximed qüvvəsi verilib. F Arximed 4 Newton. Həmçinin bizə sahə verilib. Sahəni əsas vahidlərinə yazsaq, S bərabərdir 25 vurulsun 10 üstü -4 metrin kvadratı. Bizdən soruşulur, təsir edən qüvvəni, yəni həm də təzyiqi hesablayın. Yəni bloku tərəfindən təsir edən qüvvəni. F qüvvəni və təzyiqi hesablayın. Gəlin əvvəlcə biz burada qüvvə diaqramından istifadə edək. Bilirik ki, cisimlərə aşağıya tərəf ağırlıq qüvvəsi təsir edir. Yəni biz buradan aşağıya ağırlıq qüvvəsini çəkirik. Həmin nöqtədən yuxarıya doğru biz bilirik ki, Arximed qüvvəsi təsir edir. Yəni biz yuxarı istiqamətdə Arximed qüvvəsi yazmalıyıq. Çünki suyun itələmə qüvvəsi adətən yuxarıya doğru yönəlir. Elastik qüvvəsini də çəkmiş olsa, elastik qüvvəsi də yuxarıya tərəf yönələcək. Əgər bizə deyilirsə, cisim maye daxilində sükunətlidir, biz bu zaman deyə bilərik ki, qüvvələr tarazlığı ödənilir, yəni əvəzləyici qüvvələr sıfıra bərabər olmalıdır. Və bizə həmçinin deyilir ki, cisim qüvvə diaqramı çəkərkən blok tərəfindən təsir edən qüvvəni
Yəni blok tərəfindən təsir edən qüvvəni təyin etməliyik. Gəlin qüvvələrin bərabərliyini yazaq. Həmçinin məsələnin şərtinə fikir versək görərik ki, bizdə digər qüvvəni bizdən soruşulursa, qüvvənin istiqamətini əgər biz bilmiriksə, hansı tərəfə yönəlib, qüvvələrin bərabərliyi şərtindən istifadə etməliyik. Biz bilirik ki, F elastiklə F ağırlıq, yəni bir istiqamətdə qüvvələr toplanır, əks istiqamətdə qüvvələr isə çıxılır. Elastiklə ağırlıq, Arximed qüvvəsini toplayanda biz görürük ki, 6 Newton eləyir, amma ağırlıq qüvvəsini hesablasaq, bizdə 10 Newton eləyir, çünki biri ona vurmuş olarıq. Onda belə çıxır ki, bizdə yuxarıya istiqamətində bir qüvvə çatmır. Ona görə qüvvələrin bərabərliyini yazaq. Yəni F elastik üstəgəl F Arximed bərabərdir F ağırlıq üstəgəl hər hansı bir qüvvə. Zaman istifadə olunan qüvvə bizdə X qüvvəsi olsun, amma biz bu qüvvəni bu tərəfdə yazmalıyıq. Yəni şəkildən görə bilirik ki, bizdə təsir edən qüvvə yuxarıya doğru təsir edən qüvvədir. Çünki qüvvələrin bərabərliyini nəzərdə tutsaq, o zaman yazarıq ki, F üstəgəl F elastik üstəgəl F Arximed bərabərdir F ağırlığa. Qiymətlərini yerinə qoysaq, F-i bilmirik. Elastik qüvvəsi bizdə 2 Newton, Arximed 4 Newton, ağırlıq isə bizdə 10 Newton eləyir. Belə çıxır ki, bizdə burada X, yəni F qüvvəsi 4 Newtona bərabərdir. 4 Newton bizdə F qüvvəsidir. Biz bilirik ki, cisim blok tərəfindən, blok həmin səthə müəyyən qüvvə ilə təzyiq göstərir. Bu təzyiqlər bu qüvvə ilə həmin göstərilən qüvvə bərabər olacaq. Ona görə də bizim cismimizin səthə göstərdiyi qüvvə eyni ilə F qüvvəsinə bərabər olacaq. Ona görə də heç bir dəyişiklik baş vermir. Amma bizdən təzyiqi soruşur. Təzyiq bilirik P bərabərdir. F bölünsün S düsturuna hesablanır. Yəni biz aldığımız qüvvəni, yəni 4-ü sahəyə bölməliyik. Sahə bizdə 25 vurulsun 10 üstü -4 şəklində verilib. Bunu hesablasaq, bu zaman aldığımız cavab 160 Pascal olacaq. Deməli, biz bu məsələdə sizinlə qüvvələrin əvəzləyicisindən istifadə etdik. Daha sonra naməlum qüvvəni tapıb təzyiq düsturundan istifadə edərək təzyiq hesabladıq. Yəni bu məsələdə biz əsasən fikir verməliyik yenə də çevirmələrə və qüvvələrin istiqamətini də düzgün formada çəkməyi bilməliyik. Keçək digər məsələyə. Digər məsələdə şəkildə təsvir olunmuş masanın hər bir ayağının döşəmə üzərindəki tutduğu sahə 10 kvadrat santimetrdir. Masanın kütləsinin üzərindəki kitablarla birlikdə 20 kiloqram olur. Kütləsi hər bir ayağının döşəməyə göstərdiyi təzyiq qüvvəsini tap. Gəlin bunu hesablayaq. Bunu hesablayarkən əvvəlcə verilənləri qeyd edək. Verilənlərə yazsaq, sahə verilir bizə. Sahə bilirik ki, S hərfindən istifadə olunur. 10 kvadrat santimetr 10 üstü -4 metr kvadratı yazacaq. Ümumiyyətlə masanın ümumi kütləsi bizə verilib. M bərabərdir 20 kiloqram. Heç bir hesablama aparmırıq. Bizdən təzyiqi soruşur. Biz bilirik ki, hər bir təzyiqi hesablayarkən əvvəlcə ümumi təzyiqi hesablamalıyıq. Ümumi təzyiqi hesablayıb, sonra hər bir ayağının döşəməyə göstərdiyi təzyiqi hesablaya bilərik. Bilirik ki, təzyiq P bərabərdir F bölünsün S düsturuna hesablanır. Biz F-i yerinə MJ yazıb və ya S-i də olduğu kimi saxlamalıyıq. Kütlə baxımından 20 kiloqram yazırıq, yəni 200. 20-ni ona vururuq. Sahə baxımından hər bir ayağının sahəsi verilib, amma bizə ümumi masanın sahəsi götürəndə biz bunu 4-ə vurmalıyıq. Yəni yazmalıyıq ki, 40 vurulsun 10 üstü -4. Sonra bunu adi qaydada hesablamalıyıq. Hesablayaq. Hesablasaq görərik ki, cavab eləyəcək 50.000 Pascal
Amma bizə deyilir ki, hər bir ayağının döşəməyə göstərdiyi təzyiqi hesablayın. Əgər bir ümumi masa üçün tapmışıqsa, hər bir ayağını tapmaq istəyiriksə, anda aldığımız cavabı 4-ə bölməliyik. 4-ə bölsək, bu şəkildə yazmış olarıq. Yəni bir ayağının təzyiqini tapmışıqsa, bu zaman 50.000-i 4-ə bölək və hesablayaq. Bu zaman cavab eləyəcək 12.500. Demək, biz bu məsələdə sizinlə öyrəndik ki, ümumiyyətlə bir masanın deyil, hər bir ayağının döşəməyə göstərdiyi təzyiq necə hesablanır? Bunun üçün ilk növbədə biz ümumi təzyiqi hesabladıq. Ümumi təzyiqi hesabladıqdan sonra aldığımız cavabı 4-ə bölərək biz masanın bir ayağının döşəməyə göstərdiyi təzyiqi hesablamış olduq. Keçək digər məsələyə. Digər məsələdə deyilir ki, kütləsi M olan kub şəkilli ağac parçasının oturacağa göstərdiyi təzyiq P-dir. Həmin ağac parçasının üzərinə kütləsi 2 dəfə çox olan başqa bir cisim qoyduqda oturacağa edilən təzyiq neçə P-yə bərabər olar? Əgər fikir verdinizsə, ikinci halda təzyiqlərə müqayisəsi bizdən soruşulur. İkinci halda cismin üzərinə başqa bir cisim qoyanda burada sahədə heç bir dəyişiklik baş vermir. Yəni biz burada sahələri yazsaq, yazarıq ki, S1 bərabərdir S2-yə. Amma bizdə fikir versəz, bizə deyilir ki, əvvəlcədən təzyiq P-dir, amma kütləsi 2 dəfə çox olan başqa bir cisim qoyulur. Yəni əvvəldən kütlə M-ə bərabər idi. İkinci halda isə bizdə M-in üzərinə 2M də qoyulur, yəni 3M olur. Və biz bilirik ki, təzyiqin düsturuna əsasən təzyiq bəzən F bölünsün S düsturuna hesablanır və bəzən də ki, biz F-i mj şəklində yaza bilirik. Biz fikir versək, P ilə M arasında düz mütənasiblik vardır. Çünki kütlə artdıqca təzyiq də artır, kütlə azaldıqca təzyiq də azalır. Onda belə çıxır ki, bizdə kütlələr 3 dəfə artmışdır. Belə nəticəyə gələ bilərik ki, təzyiqlər də 3 dəfə artacaq. Təzyiq 3 dəfə artırsa, yəni biz yaza biliriksə, M2 bərabərdir 3M1. Onda təzyiq üçün yaza bilərik. P2 bərabərdir 3P1. Və bu şəkildə yazsaq, müəyyənləşdirək ki, təzyiqdə necə dəyişiklik baş verdi. Keçək digər məsələyə. Kərpic şəkildəki kimi müxtəlif formalarda üst-üstə qoyulub və burada təzyiqləri soruşulur ki, hansı halda ən kiçikdir. Fikir versəz, yenə iki kərpic müxtəlif formalarda qoyulub, yəni bunlarda qüvvələr dəyişikliyi baş vermir. Yəni qüvvələr bir-birinə bərabərdir. Çünki iki eyni kərpicdən, yəni hər üç halda eyni kərpiclərdən istifadə olunub. Ona görə də yazarıq ki, F1 bərabərdir F2-yə, o da bərabərdir F3-ə. Lakin sahələrdə müəyyən dəyişikliklər var. Sahəyə baxsaq, ikincinin sahəsi birinci və üçüncünün sahəsindən böyükdür. Onda yazarıq ki, S2 böyükdür birinci və üçüncü sahələrin bərabərliyindən. Əgər bilirik ki, təzyiqlərlə sahələr tərs mütənasibdir, həmin bərabərliyi biz təzyiqlər üçün yazsaq, yazarıq ki, P2 kiçikdir, P1 bərabərdir P3-ə. Onda belə nəticəyə gəlir ki, bizdə ən kiçik təzyiq P2-nin təzyiqidir. Çünki sahə burada daha böyükdür. Ona görə cavab burada ikinci hesab olunur. Digər məsələdə deyilir ki, şəkildə verilmiş iki bərk cismin təzyiqini müqayisə edin. Yəni təzyiqləri müqayisə edərkən görə bilərik ki, qüvvələrdə dəyişiklik baş vermir. Eyni qədər kublardan istifadə olunur. Yəni biz burada deyə bilərik ki, F1 ilə F2 bərabərdir. Amma sahələrə fikir versək, görərik ki, birincinin sahəsi ikincinin sahəsindən böyükdür. Yəni deyə bilərik ki, S1 böyükdür S2-dən. Onda belə çıxır ki, təzyiqləri müqayisə etsə, deyə bilərik ki, sahələrlə təzyiqlər tərs mütənasib olduğundan həmin bərabərliyi tərsinə təzyiq üçün yazsaq, P1 çıxsın, P1 kiçikdir, P2 şəklində yaza bilərik. Növbəti məsələdə bizə deyilir ki, iki bərk cismin təzyiqini müqayisə edin və hər iki cismin ağırlığını eyni qəbul edin. Yenə də buranın ağırlıqları eynidir.
sahələrinə fikir versə, birincinin sahəsi ikincinin sahəsindən böyükdür. Ona görə də təzyiq ikinci halda daha böyük olacaq. Çünki sahə ilə təzyiq tərs mütənasib. Ona görə deyə bilərik ki, ikincinin təzyiqi, yəni mavi fiqurun təzyiqi yaşıl fiqurun təzyiqindən daha böyük olacaq. Növbəti məsələdə bizə deyilir ki, hər iki ayağının yerə toxunan sahəsi hissəsi 100 kvadrat santimetrdir. Qaz bir ayağı üstündə duranda isə 7,5 kilopaskal təzyiq göstərir. Həmin qazın kütləsini tapın. Gəlin verilənləri yazaq. Bizə sahələr verilib. Sahə bizdə S bərabərdir 120 kvadrat santimetrdir. Bunu da biz yaza bilərik. 120 vurulsun 10 üstü 4 metrin kvadratı. Təzyiq bizə verilib 7,5 kilo 10 üstü 3'dür. Paskal. Kütləni bizdən soruşur. Bilirik ki, təzyiqlə sahə düsturunu yazsaq, yəni təzyiqin düsturunu yazsaq, bilərik ki, F bölünsün S'dir. Amma biz F'in yerinə mg yazırıq. Mg bölünsün S. Qiymətlərini yerinə qoysaq, bizdən M'imiz bizdən soruşur. Ona görə də M'i nəzərə almalıyıq. Həmçinin fikir versək görərik ki, deyir ki, qaz bir ayağı üzərində durarkən 7,5 kilopaskal təzyiq göstərir. Onda belə çıxır ki, hər iki ayağı üzərində dayansa, daha az təzyiq göstərər. Ona görə təzyiq birinci haldakindən 2 dəfə fərqlənəcək. Yəni, bunun ümumi qazın təzyiqini hesablamış olsaq, biz bu zaman yazmalıyıq ki, biz burada təzyiqi elə bil ki, 2-yə bölməliyik. Çünki daha az təzyiq göstərəcək. Onda belə çıxır ki, biz bunu yazmalıyıq ki, 7,5 vurulsun 10 üstü 3 bölünsün 2 şəklində yazmalıyıq. Məsələnin şərtində nəzərə alaq. Biz M'yi burada tənasüb qaydasına görə tapsaq, M tapılsa, P-ni S-ə vurub J-yə bölməliyik. P vurulsun S bölünsün J. Təzyiqin yerini yazaram. 7,5 10 üstü 3 bölünsün 2. J 10'dur həmişə. Sahədə 120 vurulsun 10 üstü -4 şəklində yazmaq olar. Verilənləri yerinə qoysaq və cavabı hesablasaq. Bu zaman biz 45 kiloqram alarıq. Deməli, biz bu məsələdə yenə də təzyiqin düsturunu hesabladıq. Təzyiqin düsturundan istifadə edərək məsələni həll etdik. Sadəcə nəzərə almalıyıq ki, bizdə qazın bir ayağının təzyiqi verilmişdir. Amma biz bilirik qaz 2 ayaqdan ibarətdir və onun təzyiqini hesablayarkən biz artıq təzyiqi 7,5 kilopaskal götürə bilməliyik. Həmin təzyiqi biz 2-yə bölməliyik. Çünki biz bilirik ki, sahə artdıqca təzyiq azalır. Yəni 2 ayağı üzərində dayananda təzyiq azaldığından biz 2-yə bölürük. 2-yə bölünmüş şəkildə düsturda qoyuruq. Və P-ni mg bölünsün S düsturunu yazdıqdan sonra tənasübdən istifadə edib M-i tapırıq. M-i tapıb sonra P və S-in J-nin qiymətlərini gətirib məsələnin şərtində nəzərə alırıq və cavabı hesablayırıq. Keçək digər məsələyə. Digər məsələdə bizə deyilir ki, tili 10 cm olan kub şəkilli metal blokun kütləsi 7,8 kiloqramdır. Onun oturacağa göstərdiyi təzyiqi hesablayın. Yenə də verilənləri yazaq. Verilənləri yazsaq, til 10 cm-dir. Yəni, tilini A hərfinə işarə edək. Bunu metrinə yazsaq, yazarıq 0,1 metr. Kütlə verilib bizə 7,8 kiloqram və bizə deyilir ki, təzyiqi tap. Təzyiqi tapmamışdan öncə biz əvvəlcə sahəni hesablamalıyıq. Biz bilirik ki, kub şəkilli kubun sahəsi S bərabərdir A kvadratıdır. Yəni biz 0,1-i 0,1-ə vurmalıyıq. Eləyəcək 0,1 metrin kvadratı. Sonra təzyiqi hesablamış olsaq, təzyiq bərabərdir F bölünsün S-dir. F-in yerinə mg yazsaq, mg bölünsün S yazarıq. Gətirib qiymətlərini qoysaq, 7,8
vurulsun 10. Sahənin yerinə 0,1 yazarıq və hesablayarıq. Yuxarıda eləyəcək 78, aşağıda 100%. 100% yuxarı qalxanda 100 şəklində olur. Bu zaman 7800 Pascal almış olarıq. Yəni biz bu məsələdə əvvəlcə sahəni hesabladıq. Sahəni hesabladıqdan sonra gətirib təzyiqin üstündə qoyub hesabladıq. Çünki sahə bizə verilməmişdi, sahə bizə til formasında verilmişdi. Biz tilindən istifadə edərək sahəni hesabladıq və gətirib məsələnin şərtində, yəni təzyiqin üstündə nəzərə aldıq. Keçək digər məsələyə. Kütləsi 75 kiloqram olan idmançının ayaqqabısının bir tayının sahəsi verilib. O 25 kiloqram qaldırarsa döşəməyə göstərdiyi təzyiqi hesabla. Bizə kütlə verilib M. Bir-birini M1 yazaq, 75 kiloqram. İkinci halda kütləni 25 kiloqram yazaq. Çünki iki kütlədən istifadə olunur. Sahəni fikir versə bir tayının sahəsi. Biz axı insan durarkən, ayaq sodayarkən 2 ayağından istifadə etdiyinə görə biz burada 2 ayaqqabısının sahəsini nəzərə alsaq, onda S ümumi yazarıq ki 160. 2-ni 80-ə vururuq. Yenə də 10 üstü -4 kvadrat metr şəklində yazarıq. Bizdən təzyiqi soruşur. P bərabərdir sual. Yenə təzyiqin üstünü yazsaq P bərabərdir F bölünsün S. F-i yerinə M, J bölünsün S şəklində yazarıq. Biz burada hər iki kütləni nəzərdə almalıyıq. Yəni biz burada həm M1-i, həm M2-ni nəzərə almalıyıq. Çünki biri insanın kütləsidir, biri də yükün kütləsidir. J, S şəklində yazırıq. Yuxarıda kütlələri toplayırıq. Yəni 75-in üstünə 25 gəlirik, eləyir 100. J 10-dur. Sahə də verildi bizə ki 160 vurulsun 10 üstü -4. Hesablasaq, bu da onlar gedir. On üstü -4 yuxarı qalxsaq 10 üstü 6 eləyir. Müsbət 4 eləyir, 10 üstü 2 ilə gedir. Bölünsün 16. Yəni bu şəkildə cavabı almış olduq. 10 üstü 16 bölünsün 16. Pascal'da almış olduq. Keçək digər məsələyə, sonuncu məsələyə, şifahi məsələdir. Hava ilə doldurulmuş 2 şardan biri mismarın, digəri isə bir neçə mismarın üzərinə qoyulub. Bu şarlardan hansı tez partlaya bilər? Biz bilirik ki, partlaması üçün təzyiq böyük olmalıdır. Birinci halda sahə ikinci haldakı sahədən kiçikdir. Yəni biz deyə bilərik ki, S1 S2-dən kiçikdir. Təzyiqlər baxımından müqayisə etsək, təzyiq sahə ilə tərs mütənasibdir. Tərs mütənasib olduğundan P1 böyük olacaq P2-dən. Birinci halda təzyiq daha böyük olduğundan deyə bilərik ki, bu zaman şarlar birinci halda daha tez partlaya bilər. Ona görə cavabımızı bu cür təyin etdik. Yəni biz də təzyiqə görə müqayisə etdik. Təzyiqlə sahəni götürdük. Sahə ilə təzyiq tərs mütənasib olduğundan dedik ki, sahə bizdə azaldığı halda təzyiqimiz çoxalır. Deməli biz bu dərsimizdə sizinlə təzyiq anlayışına tanış olduq. Əsasən bərk cisimlərin təzyiqini müəyyənləşdirdik, hansı üstünə təyin olunduğunu bildik və real həyatdan bir sıra nümunələrə baxdıq sizinlə ki, bu təzyiqi biz hansı dərslərdə, hansı yerlərdə biz daha çox istifadə edirik. Həmçinin bərk cismin təzyiqinə aid bir sıra məsələ nümunələrini sizinlə baxdıq, öyrəndik ki, hansı formada məsələlər həll edilməlidir. Dərsimiz bu qədər, gələn dərslərə qədər. Sağ olun.